ki, bu tədbirin təşkilatçısı ilk gündən bütün il boyu tədbirlər keçən, proqrama sığışdıra bilməyən, zorla bir təhər yerləşdirən Hüseyin müəllimi söz verər. Türklər Azərbaycan Konqresinin sədri, bütün tədbirlərin başkanı. Değerli eloğullar, hanımlar, beyler, hürmetli yaratıcı şəxslər, hürmetli kəpənəkçi əhli, hər birinizi mən ürəkdən salamlayıram. Vallahi mən hər dəfə bu kəndə gələndə, yəqin Zəlmixanla aramızda olan dostluğa görədir, yəqin elə olar. Mən özümü, bilirsiniz, o Amerikada bir şəhər var, nədir? Los Angeles, Mələklər şəhəri. Mən də burada özümü bir şairlər şəhərində istəyirəm. İnanın Allah ki, mən fərqli bir hisslər keçirəm hər də bu kəpənəkçiyə gələndə. Allah sizi var eləsin, Allah bu eli var eləsin, həmişə belə şairlər getirsin. Binəli bəyin bugün 60 yaş tamam olur və biz də bizim eloğullarımızdan harada yaşamağından asılı olmayaraq onların hamısının yaradıcı şəxsiyyətlərdən söhbət gedir əlbəttə ki. Onların həyatınla maraqlanmağa çalışırıq, yaradıcılığınla maraqlanmağa çalışırıq və Binəli bəyin 60 illik yubiley ərəfəsində olduğunu biləndə biz ondan xahiş elədik, bütün yaradıcılığını bizə göndərdi və bizim komissiyamız araşdırdı Binəli bəyin yaradıcılığını və çox maraqlı bir deməli ki, rəy yazdılar, Binəli bəyin yaradıcılığıyla bağlı mənə təqdim elədilər və biz qərar verdik ki, onun yubileyini biz doğulduğu kənddə Kəpənəkçi Şairlər şəhərində qeyd eləməyi biz qərarlaşdırdıq. Bəli. Düyünlər də Kəpənəkçi Şairlər şəhəri. Bəli. Mən üçün valla mən bu ihtiyatlar keçirəm buraya gələndə və Binəli bəyin yaradıcılığında məndən əvvəl çıxış edən dostlar da vurğuladılar. Onda böyük bir vətən sevgisi, onda böyük bir turançılıq, onda böyük bir türkçülük hər addımında, hər kəlməsində hiss olunur. Eyni zamanda onun fəlsəfi düşündürücü şeirləri maraqlıdır. Mən o kitabını demək olar ki, yaradıcılığıyla bütün tanış olmuşam. Onun o xarı bülbülə müraciəti inanın ki, adamı köyrəldir. Onun göz yaşlarını oxumaq üçün xarı bülbülə müraciətini eyni zamanda əmisini nətəri xatırlayır, əmisini nətəri vəsf eləyir. Daha doğrusu əmisinin dünyadan getməyində bütün kürr-i aləm, dünya hamı günahkardır əmidən başqa. Əlbəttə ki, əmilərimiz inşallah hamı sözlərinə yaxşı baxarlar, uzun ömür yaşayarlar, amma həqiqətən kaş hamımız əmilərimizə, dayılarımıza o cür şeirlər yazmağı bacarıyorduk. Mən sizin xarı bülbülünüzü oxuyanda bir şey xatırladım, Çingiz müəllim, siz indi hər dəfə vurğuluyursunuz ki, bir danışıq həddi, danışıq hüdudu qoyursunuz. Siz təqsirləşi olduğunuza görə rəqlam ediyor. Yox. Amma reglamentin bir ölçüsünü boyunu buxununu deyin, cəmaat bilsin. Yoxsa reglament deyirsiniz, onun boyunu buxununu da deyin ki, nə qədərdir o reglament deyilən o zaraza, ona görə biz işimizi görək. Çalışacağım, sizi yormayın, bir-iki kəlmə ilə yekunlaşdırım, amma xarı bülbüllə bağlı mənim də bir xatirəm var, onu sizə danışmaq istəyirəm. Mənim kiçik dayım Şamaxı Rəsədxanəsinin professorudur, Sabir Məmmədov, anamın kiçik qardaşı. Orada uzun illərdir orada fəaliyyət göstərir və orada da bilirsiniz, onlar günəş sistemini müşahidə elədiyinə görə əsasən yay aylarında orada olurlar, günəş yerə yaxın olduğu dövrdə. Və yay aylarında da Allah keçənləri rəhmət eləsin, anam rəhmətlik də müəllimi idi. Hər yay daim bir-iki həftə anamı da aparardı orada ki, dağ yeridir, biraz dincəlsin, bir havasını dəyişsin. Hürriyyət xanım. Bəli, Hürriyyət xanımı. Və bir dəfə anam oradan gələndə gördüm, çox kövrək gəldi. Çox belə dolu gəldi. Anam da Həsən Məcruhun qızıdır mənim anam. Yəni ki, bir poeziya içərisində, yazı içərisində, ədəbiyyat içərisində böyüyüb yoğrulmuş bir qadın idi.
Deyir, gördüm deyir, Sabir meşədə diz çöküb ağlayır. Dayım. Xar bülbül tapıb Şamaxıda. Bitmiş xar bülbül. O qaçqınlıq illərində. Yəqin indi malın qoyunun dırnağında zadda bu toxum gəlib düşüb, bitirsinə tərsə və daim də ona bir şeir yazıb, qaçqın xar bülbül. O, bax siz mənə onu xatırlatdınız bu şeirinizlə. Və sizin yaradıcılığınızı oxuyandan sonra valla sizə dəyər verməmək, sizi sevməmək mümkün deyil Binəli bəy. Kaş və mən orada bir Zəlmixan rəngi də gördüm, bir Zəlmixan nəfəsi də gördüm sizin şeirlərinizdə. Ümumiyyətlə, Zəlmixandan yaşca kiçik, hətta bəzən bir az miqdarda Zəlmixandan yaşca böyük olan şairlərimiz də bütün Türk dünyasında mən dərdim, təkcə kəpənəkçiyi nəzərdə tutmuram. Hamı çalışıb ki, bir meyar kimi özlərinə Zəlmixanı qəbul eləmiş şairlər həddən artıq çoxdur. Onların hamısına da mənim çox böyük hörmətim var. Çünki çox düzgün meyar seçiblər özlərinə, çox düzgün zirvə seçiblər, o zirvəyə doğru irəliləmək istəyiblər həmişə. Bax, siz də o zirvəyə doğru irəliləmək istəyən şairlərimizdən birisiniz və mən inanıram ki, sizə bu gün artıq bir xalq sevgisi var sizin yaradıcılığınıza. Bayaq Çingiz bəy də vurğuladı, sizin ixtisasınızla bağlı müəllimlər yaxşı bilirlər. Biz orta məktəbdə oxuduğumuz illərdə elə bilirdik ki, şairlərin hamısı ədəbiyyatçıdır. Və tərsinə, ədəbiyyatçı olub şair olmayanlara çox təəccüblə baxırdıq ki, bu yazıq niyə şair deyil? Bu ki, ədəbiyyatçıdır. Amma hər bir ixtisas sahibləri, əgər ona Allahdan o təb gəlibsə, o ilham gəlibsə, o mütləq bir təzahür olacaqdır, özünü göstərəcəkdir. Fərqi yoxdur ixtisasından. Bu yaxından ATV-nin jurnalisti Ruslan çəkmişdi, bir çobanı çəkmişdi, nə gözəl şeirlər yazır. Onun heç bir fərqi yox imiş sən demə, ixtisasının filanın, əsas odur ki, bir qəlbin olsun, bir ruhun olsun, bir ürəyin olsun. Allah sizi var eləsin və bizim ədəbiyyatla məşğul olan komissiyamızın verdiyi qərarın əsasında biz demək ki, Binəli bəyi Gürcistan Azərbaycanlıları Konqresinin fəxri fərmanı ilə təqdim eləmişik. Ayda xanım, indi o fəxri fərmanı mən sizin iştirakınızla, sizin şahidlığınızla təqdim eləmək istəyirəm. Sağ olun. Və orada bilirəm, inşallah sizin 100 yaşınızda da Gürcistan Azərbaycanlıları Konqresi sizi təltif eləyər. Fərqi yoxsa da kim olacaq? Əsas o, siz yazı yaradır. Sağ olun. Sağ olun.